Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə milli mətbəximizin əsas yeməklərindən biri olan xəşəli reseptini bölüşəcəm. Əsasən də soyuq havaların vazkeçilməzi olan bu yemək çox dadlı alınır. İndi isə keçək hazırlanmasına. Bizə lazım olan ərzaqlar 2 litre suyu bir qaba əlavə edib qaynadırıq. Qaynayandan sonra biraz altını saxlayıb 1 çay qaşığı duz, onu az əlavə edib qarışdırırıq yaxşıca ki, topa qalmasın. Əlimizi saxlamaq olmaz. Çünki topa qalacaq. Bu formada topa qalanda dadlı alınmır. Yaxşıca qarışdırıb videoda göründüyü kimi kütlə alınmalıdır. Nə çox bərk olmalıdır, nə də çox yumuşaq. Bu formada alınıb. Mən 6 stəkan 200 ml undan istifadə elədim 2 litrelik suya. Bu formada qapağın sonra isə vamxodda qoyub 25-30 dəqiqə bişiririk. Hər 2-3 dəqiqədən qapağını qaldırıb yaxşıca qarışdırırıq ki, yapışmasın, altı yapışmasın. Bu formada elədikdən sonra ən azı 30-35 dəqiqə ən azı pişməlidir. Yaxşı pişsə 40 dəqiqə, 1 saat mütləq pişməlidir ki, dadı yaxşı alınsın. Tez götürəndə o qədər dadlı alınmır. Az xodda mütləq pişməlidir. Videoda da göründüyü kimi köz olub, baxın, pişir. Bu forma alındıqdan sonra bir qaba əlavə edib, yiyəcəyimiz qaba əlavə edib, üstünə şəkər tozu, yağ, bizim tərəflərdə süd əlavə eləyirlər, bəzi tərəflərdə isə duşab əlavə eləyib nuş eləyirlər. Siz də bu formada eləyib evdə nuş eləyə bilərsiniz. İnanın çox dadlı, həm də çox asan formadır. Videomu sonuna qədər izlədiyseniz like eləməyi, kanalıma abunə olmağı unutmayın. Hələlik.